Qreçka adı ilə tanıdığımız qarabaşaq dadlı olduğu qədər orqanizmi toksinlərdən təmizləyir və enerjinizi artırır. Qarabaşağın insan orqanizmi üçün saysız-hesabsız faydaları var. Sadəcə düzgün bişirib yemək lazımdır. Bəs bu bitkinin doğru istifadə qaydası və faydaları nələrdir? Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub, bəyənməyi unutmayın ki, bu video daha çox insanın qarşısına çıxsın. Qarabaşaq tərkibi fosfor, xlor, dəmir, kalsium, maqnezium, mis, kobalt, kükürt, yod, sink, nikel, ftor, natrium, titan, dəmir kimi mikroelementlər və vitaminlərlə zəngindir. Bu qiymətli məhsul insanda xoş əhval yaratmaqla yanaşı yorğunluğu götürür, yuxusuzluğu aradan qaldırır. Qarabaşağın tərkibi selluloz ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xeyirlidir. Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür. Bu dəyərli qida qanda şəkərin miqdarını stabilləşdirir. Buna görə də diabet xəstələrinə qarabaşaqdan istifadə etmək çox faydalıdır. Həmçinin yüksək qan təzyiqindən şikayətlənənlər üçün də qarabaşaq olduqca xeyirlidir. Qarabaşaq qaraciyərə də müsbət təsir göstərir, fəaliyyətini yaxşılaşdırır. Daimi qarabaşaq yemək böyrəklərin iş prinsipinə müsbət təsir göstərir. Bundan başqa boğaz ağrısı zamanı qarabaşağı quru halda tavada qızdırmaq və parçaya büküb boğaz və boyun nahiyəsinə qoymaqla ağrını yüngülləşdirmək olar. Uşaq bişməcə olanda qarabaşağı un kimi üyüdüb həmin yerə səpməklə körpənin rahatlığını təmin etmək olar. Xroniki yorğunluq, süstlük zamanı yeməkdən qabaq 1-2 qaşıq qarabaşaq unundan istifadə etmək effektlidir. Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün qarabaşaqdan düzəldilmiş qatı məhluldan istifadə etmək çox faydalıdır. Bunun üçün bir xörək qaşığı qarabaşaq ununu 100 qram suya əlavə edib zəif odda 2 dəqiqə qaynatmaq lazımdır. 2 ay ərzində gündə 2 dəfə olmaqla axşam və səhər hazırlanmış məhlulu qəbul lazımdır. Tərkibindəki sink A və B qrupu vitaminləri dırnaq və saçları bərpa edir, parladır. Kalsium isə dişləri, sümükləri bərkidir. Depressiya, nevroz, əsəbilikdə psixoloji vəziyyəti düzəltmək, sakitləşmək üçün tez-tez qarabaşaq yemək lazımdır. Qarabaşaq sidik qovucudur, bədənə maye yığılmasının qarşısını alır. Xüsusən uşaqların qidalandırılmasında mühüm rol oynayır. Fiziki və əqli inkişafına çox müsbət təsir edir. Yaşlı insanların rasionunda qarabaşaq mütləq olmalıdır. Ateroskleroz və hipertoniya, artrit xəstəlikləri zamanı orqanizmə böyük kömək edir. Bir sözlə, gündəlik qida rasionunuza ekoloji, təmiz, dadlı və faydalı qarabaşaq yarmasını daxil etməklə ömrü uzun və sağlam başa vura bilərsiniz. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub şərh yazmağı unutmayın. Bu videoda bu qədər, izlədiyiniz üçün təşəkkürlər.